Hekayələrlə dəyərlər silsiləsi, ədaləti öyrədən hekayələr. Torbadakı kartoflar. İbtidai sinif müəllimi uşaqlarla bir oyun oynamaq istəyirdi. Buna görə də o, uşaqlara plastik torba və bir neçə kartof gətirmələrini tapşırdı. Onlardan hər kartofun üzərinə xoşlarına gəlməyən adamın adını yazıb torbaya atmağı istədi. Bəzilərinin torbasında 2, bəzilərinin torbasında da 3 kartof vardı. Müəllim sonra uşaqlara tapşırdı ki, hara getsələr, bu torbaları da özləri ilə aparsınlar. Günlər keçdikcə uşaqlar çürümüş kartoflardan gələn qoxudan şikayətlənməyə başladılar. Üstəlik, bu kartoflar onlara artıq yük idi də. Beləliklə bir həftə keçdi. Uşaqlar xoşları gəlməyən insanların adları olan kartof torbaları ilə qayıtdılar. Müəllim soruşdu: "Özünüzü bu bir həftədə torba ilə birlikdə necə hiss edirdiniz?" Uşaqlar əsəbi halda şikayətlənməyə başladılar ki, hara getsələr, çürümüş kartof olan torbanı özləri ilə daşımaq məcburiyyətində qalırlar. Müəllim onlara bu oyunun sirrini açdı. Bu, sizin ürəyinizdə kiməsə olan nifrəti daşımaqla eyni şeydir. Nifrətin qoxusu sizin yaxşılıqlarınızı çürüdür. Üstəlik, siz hara getsəniz, onu da özünüzlə daşıyırsınız. Baxın, siz bir həftə çürümüş kartofun qoxusuna dözə bilmədiniz. İndi təsəvvür edə bilirsiniz, nifrətin qoxusunu bir ömür boyu ürəyinizdə daşımaq nə deməkdir?